evlilik həyatı uğurludursa və xoşbəxtdirsə, deməli mənim elədiyimdə nəsə bir problem var. Mən həmişə belə səhvlərdən danışanda bəzən mənə deyirlər ki, günahkarlıq ruhiyyəsi sanki yaradırmış kimi. Heç vaxt, yəni həmişə demişəm, bütün vebinarlarımda da demişəm, bu vebinarda da deməyi özümə borc bilirəm ki, heç vaxt özünüzü, əgər sizdə mənfi bir şey varsa, heç vaxt özünüzü günahkar görməyin və günahkar bilməyin. Əksinə, bizim həyatımızda gördüyümüz səhvlər bizim onlardan dərs çıxarıb daha düzünü etməyimiz üçündür. Nəinki özümüzü günahkar bilək və orada ilişək qalaq. Hə, bildim, məsələn, mən bunu səhv edirəm. Tamam, qəbul etdim, bildim. Burada bir səhvlik var imiş, məndə bir dominantlıq var imiş və yaxud da məndə bir hansısa səhv etdiyim bir şey var imiş. Mən bundan nəticə çıxartdım. Gördüm ki, məsələn, bu davranışla nəticə pisdir. İndi mən davranışımı dəyişirəm və yeni nəticə əldə edirəm. Bu, yəni psixologiyada da belə bir şey var. Davranış bərabərdir nəticə, yeni davranış bərabərdir yeni nəticə. Yəni siz davranışlarınızı dəyişdikcə avtomatik olaraq həyatınızda yeni nəticələr də görəcəksiniz. Mümkün deyil ki, fərqli cür davranıb yenə də eyni nəticəyə gəlib çıxasınız.